Bugünkü dərsimiz elektroliz idi. Hidrolizi keçdik ki, duzların su mühitində parçalanması hidroliz adlanır. Elektroliz nədir? Elektrik cəryanının təsiri ilə elektrodlarda baş verən oksidləşmə, reduksiya reaksiyalarına elektroliz reaksiyası deyilir. Cümləni birdə deyirəm, sonra göstərirəm. Elektrik cəryanının təsiri ilə elektrodlarda baş verən oksidləşmə, reduksiya reaksiyalarına elektroliz reaksiyaları deyilir. Elektrod nə deməkdir? Bax, biz bilirik ki, iki cür iyon var. Mənfi yüklü iyon, müsbət yüklü iyon. Mənfinin adı nə idi? Anion. Müsbətin adı kation. Atom elektron alanda mənfi olur, verəndə müsbət, alanda mənfi. Bu verəndədir, bu alandadır. Alanda demişdik ki, radiusu böyük olur da. Yəni belə yazaq. Bunun radiusu böyükdür, verənin radiusundan. Elə deyil. Bunun radiusu böyükdür bundan. Bunları keçmişik kifayət qədər. İndi sadəcə nə demək istəyirəm? Mənfi yüklü iyonların, yəni anionların toplanıb gəldiyi yer, bayılıb ki, bir neçə dənə çoxlu anionların toplanıb gəldiyi yer anod adlanır. Anod özü müsbət yüklüdür. Axı, müsbət mənfini cəzb edir. Bu müsbət ki, mənfi iyonları bura cəzb edir. Amma müsbət yüklü iyonların toplanıb gəldiyi yer katod adlanır. Katod mənfi yüklüdür. Həm anod, həm katod elektroddur. Deməli, elektrod nə deməkdir? İyonların toplanıb gəldiyi yer elektrod adlanır. Bir də deyirəm, iyonların toplanıb gəldiyi yer elektrod adlanır. İki cür elektrod var. Anion yox, anod və katod. Elektrod, anod və katod. Anod nədir? Anodla anionu qarışdırmayın. Mənfi yüklü iyonların, yəni anionların gəldiyi yer anoddur. Anod müsbət yüklüdür. Müsbət yüklü kationların gəldiyi yer katoddur. Katod mənfi yüklü yerdir. Aydın oldu. Biz də cümləmizi deyirik ki, elektrik cəryanının təsiri ilə elektrodlarda, yəni ki, anod və katodda, iyonların toplandığı yerdə baş verən oksidləşmə, reduksiya reaksiyalarına elektroliz reaksiyaları deyilir. Belə çıxır ki, elektroliz reaksiyaları oksidləşmə, reduksiya reaksiyalarıdır. Cümləsində bunu deyirik. Oksidləşmə, reduksiya reaksiyası nə deməkdir? Oksidləşmə dərəcəsinin oksidləşmə dərəcəsinin dəyişməsi ilə baş verən reaksiyalara oksidləşmə, reduksiya reaksiyaları deyilir. Yəni, bütün elektroliz reaksiyalarında oksidləşmə dərəcəsinin dəyişməsi baş verir. Ona görə də bütün elektroliz reaksiyaları oksidləşmə, reduksiya reaksiyalarıdır. Yadda qalsın. Bütün elektroliz reaksiyalarının hamısı oksidləşmə, reduksiya reaksiyalarıdır. Çünki onlarda dərəcə dəyişir. Elektroliz iki mühitdə aparılır. Ərintidə və məhlulda. Ərintidə, bir də məhlulda. Ərintilərin elektrolizi çox sadədir. Bax, bunları əzbərləməliyik, başqa yolu yoxdur. Bax, ərinti asandır. Məsələn, deyirəm ki, natrium xloridin EZ yazıram elektrolizi. Ərintidə elektrolizindən nə alınır? Katoddan metal, anodda isə turşu qalığı əmələ gəlir. Katoddan metal, anodda turşu qalığı. Düşünün ki, indi deyərsin, niyə bu katoddur, niyə bu anoddur? Əksinə yazaq da. Turşu qalığı həmişə mənfi yüklü olurmu? Mənfi yüklü iyon aniyondur mu? Aniyonun gəldiyi yer anod adlanır. Anod özü müsbət yüklüdür. Müsbət yüklü iyon kationdur mu? Kationun gəldiyi yer katod adlanır. Katod mənfi yüklüdür. Aydın oldu nə deyirik? Bilin ki, turşu qalığı aniyondur da mənfidir. Mənfinin gəldiyi yer əlbəttə ki, aniyonun gəldiyi yer anod adlanır. Və yaxud natrium olsun, kalsium olsun, kalsium fluoridin ərintidə elektrolizindən katodda metal, anodda fluor. Aydın oldu nə dedik? Və yaxud natrium hidroksid, bunu testdə elə də görməmişəm düşsün, amma yenə deyək. Ərintidə elektrolizindən nə alınır? Bax, məsələn, desəm ki, natrium hidroksid parçalansa nə alınır? Deyəsiniz, parçalanmır. Çünki qələvlər parçalanmır. Elektroliz başqa şeydir, ha. Natrium hidroksid parçalananda nə alınır? Natrium hidroksid qələvidir, suda həll olan əsaslar qələvlərdir, qələvlər parçalanmır. Amma elektroliz eləyir. Ərintidə elektroliz eləyəndə katodda metal, anodda oksigen, məhlulda isə, yəni aralıq məhsul kimi isə su əmələ gəlir. Həmişə elektrodlarda bəsit maddələr alınır, əzbər bilin. Həmişə elektrodlarda bəsit maddə alınır. Katod və anod. Katod budur, çünki metaldır, müsbətdir, müsbətin gəldiyi yer mənfidir, mənfidə katoddur. Yadda qaldı. Bu ərintidə elektroliz. Ərintidə elektroliz lap asandır. Natrium fluoridi ərintidə elektroliz ilə parçaladım. Natrium üstə gəl fluor 2, kalsium fluoriddən kalsium üstə gəl fluor 2. Qələvini elektroliz ilə katodda metal, anodda oksigen, məhlulda isə turşu alınır. Elektrodlarda bəsit maddələr alınır. Məsələn, desəm ki, dəmir 3 hidroksidi elektroliz ilə
Deyəs ki, elektroliz olunmur. Axı çöküntülər, az aktiv metallar, hidroksitlər çöküntülərdir. Çöküntülər nə elektroliz olunmur, nə hidroliz olunmur, nə dissosiasiya olunmur. Heç nə. Yadda qaldı, bu çöküntüdür. Amma desəydim, elektroliz söhbəti deməsəydim, natrium hidroksidi parçalansa nə alınır? Deyərs heç nə, parçalanmır. Amma bu parçalanır, bu qələvi deyil axı. Parçalanar da dəmir 2O3, üstəgəl su. Reaksiya gedib parçalansa nə alınır? Dəmirin 3 valentli oksidi və su. Amma elektroliz eləmədi. İndi keçək məhlulların elektrolizinə. Bir də onu deyim ki, halogenlərdən yalnız fluoru, yalnız ərintin elektrolizindən alırlar. Məsələn, halogenlər fluor, xlor, brom, yoddur da, asata təbiətdə rast gəlmir, elə dördünə baxaraq. Halogenlərə elektroliz reaksiyalarından həm ərintin elektrolizindən alırlar. Ərintini bayaq yazdıq. İndi bir də indi yazacağıq. Həm də məhlulların elektrolizindən alırlar. Amma bir dənə fluordur ki, onu yalnız ərintin elektrolizindən alırlar. Heç vaxt məhlulun elektrolizindən alınmır. Məhlulların elektrolizini bilmək üçün, 4-dümü, 5-dümü qaydanı əzbər bilməliyik. Biz əzbər bilsək, biz indi bunu yazırıq da. Qaydanı biləndən sonra sabah başqa birisi düşəndə onu eləyə biləcəyik. Qayda budur. Məsələn, yazıram aktiv metalın, bir dənə aktiv metal deyək, natrium. Oksigensiz duzlarının, oksigensiz olsun xlor. İstəyirsən natrium xlor yazma, kalium 2S yaz. Fərqi nədir? Biz bugün bunu yazmışıq, sabah kalium 2S düşər. Aktiv metalın, oksigensiz duzunun qaydanı əzbərləyik. Məhlulda elektrolizi. Məhlul deyəndə üstünə su gəlirəm. Amma məhlul adı çəkməsəydi, bu olmasa, ərintidə elektrolizindən nə alınır? Katodda metal, anodda isə xlor 2. Aydın oldu, bayaqki ərintidir. Məhlul sözü gələndə üstünə su gəlir ki, məhlulda elektroliz eləyək. Aktiv metalın oksigensiz duzunun məhlulda elektroliz zamanı katodda hidrogen, anodda, bu katodda, anodda turşu qalığı, məhlulda isə aktiv metalın hidroksidi, yəni natrium OH alınır. Biz bugün bunu yazmışıq. Deyək ki, sabah sən getmirsən, düşüb kalium 2S, aktivin oksigensizidir mi? Aktiv qaydanı əzbərləyirsən, deyir bunun elektrolizindən nə alınır? Tez qaydanı deyirsən, bu nədir? Aktivin oksigensiz dozu. Məhlulda elektroliz eləsən nə alınır? Qayda. Katodda hidrogen, anodda turşu qalığı, S2 yazmır, o halogenlər 2 yazılır. Məhlulda isə qələbə alınır. Aydın oldu nə dedim? Yəni eyni qaydanı deyir. Bunu silirəm, kərəsindən bir dənə yazın, bəs yer çalsın. İkinci, aktiv metalın oksigensisi, indi bax sizə bir şey deyim. Məsələn, verilsə ki, aktiv metalın oksigensisi məhlulda elektroliz eləsə nə alırlar deyirsən? Heç nə. Niyə? Çünki S-lərin, CO3-lərin, PO4-lərin, silikatların hamısı çöküntüdür. Natrium, kalium, NH4-dən başqa bütün metalları, sulfidləri, karbonatları, ortofosfatlar, silikatlar çöküntüdür. Çöküntülər hidroliz etmirdi, həm də elektroliz eləmir, həm də bundan sonra keçəcək dissosiasiya eləmir. Yəni baxıb demə ha, aktivin oksigensizidir, düz deyirsiniz, aktivin oksigensizidir. Amma çöküntüdür deyə daha cavabını gətirmir ki, heç nə alınmır. Yadda qaldı. İndi aktiv metalın oksigenli duzu. Aktiv metalın oksigenli duzunun məhlulda, bunun ərintidə vermirlər. Məhlulda elektroliz zamanı nə alınır? Məhlul deyəndə su gəlir. Aktiv metalın duzu olduğu kimi qalır. Kütləsi heç bir dəyişiklik baş vermir. Duzun kütləsi olduğu kimi qalır. Sadəcə su elektroliz edir. Su da elektroliz eləyəndə katodda hidrogen, anodda isə oksigen. Su elektroliz eləyəndə H2 və O2 alınır da. Katodda hidrogen, anodda oksigen. Deyirsən, hidrogen əksəriyyətində müsbət biri idi, oksidaşma dərəcə. Müsbətlərin, kationun gəldiyi yer katoddur. Belə yazdım. Deməli, aktivin oksigensizin əzbər, qaydanı əzbər eləyin. Aktivin oksigensiz duzu ya da 4 dənə indi yazacağım qaydaların, reaksiyalarını bilməklə sabah başqası düşəndə bilin ki, aktivin oksigensiz duzu verilərsə, təbii ki, çöküntü verilərsə elektroliz, hidroliz, dissosiasiya eləmir. Amma çöküntü deyilsə, natriumun bütün duzu suda həll olur, oksigensiz duzun məhlulda elektrolizindən katodda hidrogen, anodda turşu qalığı, məhlulda qələbi. Aktivin oksigenli duzları elektroliz etmir. Yəni məhlulda elektroliz etmir. Yəni o nə deməkdir? O demək deyil, reaksiya yazmayaq. Duz olduğu kimi qalır, duzun kütləsi dəyişmir, su parçalanır. Aydın oldu? İndi gələk 3-cü və 4-cünü birləşdirib birinin altında deyəcəyik. Orta aktiv və pasiv metalın oksigensiz duzu. Məsələn, bu oksigensiz duzun, amma çöküntü yazmıram da. Çöküntü yazsam ki, mis CO3 o çöküntü daxil, o heç də baş vermir.
Orta aktiv və passiv metalların burada indi nə baş verəcək? Bax, qoy bunun elində kalsium S olanda məhlulda elektroliz eləyəndə nə alınır? Bunu bayaq belə yazır. Bu elektroliz eləməyəcək. Su elektroliz eləyəcək də, yəni hidrogen üstəgəl oksigen alınır. Bu duz elektroliz eləmir. Çöküntü də ona görə elektroliz eləmir. Orta aktiv və passivin oksigensiz duzlarının məhlulda elektrolizi zamanı, bax, bunun tam əksinəsidir. Aktivin oksigenlisi necə idi? Duz qalıb su parçalanır, değil mi? Orta aktiv və passivin oksigensizi əksinə su qalır, duz parçalanır. Katod duz parçalanır. Katodda metal, anodda turşu qalığı, məhlulda isə su əmələ gəlir. Çöküntünü demirəm, çöküntü anodda su elektroliz eləməz. Deməli, orta aktiv və passivin aktivin oksigenli duzunda duz qalır, su parçalanır. Orta aktiv və passivin oksigensizində duz parçalanır, su qalır. İndi 5-ci, orta aktivin oksigenlisini yazaq, təbii ki, çöküntü olmasın. Passivin oksigenlisini yazaq. Bunların məhlulda elektrolizlərinə baxın. Biz dediyimiz ki, orta aktiv və passiv metalların oksigensiz duzu eyni cür elektroliz edir, eyni cür. Oksigenliləri də eyni cürdür, amma bir dənə fərq var. Orta aktivin oksigenli duzu məhlulda elektroliz eləyəndə katodda metal və hidrogen alınır. Bu katoddur, hər ikisi də katoddur. Amma passivin oksigenli duzu məhlulda elektroliz eləyəndə yalnız katodda metal alınır. Qalanı eynidir. Anodlarında oksigen alınır, bunda da, bunda da. Məhlulda isə turşu əmələ gəlir. Buna uyğun olan H2SO4 turşusu, buna uyğun olan HNO3 turşusu. Cümlələri bir də deyim. Aktivin oksigensizində katodda, məhlulda elektrolizindən katodda hidrogen, anodda turşu qalığı, məhlulda qələvi. Aktivin oksigenli duzunun kütləsi dəyişmir. Duzun kütləsi qalır, su parçalanır. Orta aktiv və passivin oksigensizin məhlulda elektrolizi eyni cürdür. Duz parçalanır, su qalır. Oksigenlisi də eyni cürdür. Bir fərq var. Orta aktivin oksigenli duzunun məhlulda elektroliz zamanı katodda metal və hidrogen, anodda oksigen, məhlulda isə turşusu alınır. Passivin oksigenli duzunun məhlulda elektroliz zamanı katodda yalnız metal alınır. Anodda onunla eynidir oksigen, məhlulda turşu alınır. Bu 5 dənə cümləni cümlə və cümlə soruşacaq. Bax, orta aktivin oksigenlisində nə alınır? Qaydanı deməlisiniz. Elə bir ki, ingilislə əzbərirsiniz də. Yad dilin cümlələrini nə gözəl əzbərsiniz. Bunda 5 dənə cümləmə əzbər. Çünki biz sabah bunu yazmışıq. Sabah gedərsən singin nitratı düşür. Fərqi nədir ki, orta aktivin oksigenlisidir də. Qaydanı bil ki, dalını yaza bilərsən. Çatdı nə deyirəm? Biz bayaq dediyimi ki, fluoru məhlulun elektrolizindən almaq olmur. İndi nə baş verir? Bax, yazıram ki, natrium fluoridi məhlulda elektroliz eləyək. Bəzən uşaq çaşıb deyir ki, aktivin oksigensizidir. Əlbəttə orasını düz deyir. Aktivdir, oksigensizdir. Götürür burada necə idi? Yazır H2 xlor 2 natrium OH. Burada götürür yazır H2 fluor 2 natrium OH. Yox. Axı mən deyirəm fluoru məhlulda elektrolizdən almaq olmur. Fluoru yalnız ərintidə. Bu olmasaydı natrium və fluor 2 alınardı. Fluoru məhlulda elektrolizdən almaq olmur. Buna əl vurma. Deyir ki, fluoru məhlulda almaq olmur. Nə baş verir? Onda su elektroliz eləyəcək. Bir də başqa bir şərt. Magnezium və alüminium orta aktiv metal daxili deyil. M-azı orta aktivlərin içində ən güclüydür. Magnezium və alüminium orta aktiv metaldır. Amma elektroliz reaksiyaları immünli aktiv metalların şərtinə uyğundur. Necə? Məsələn, yazsam ki, magnezium xloridi mən məhlulda elektroliz eləsəm, hər fərqi yoxdur, alüminium xloridi olsun, məhlulda elektroliz eləsəm, uşaq bəzən çalışır, deyir ki, orta aktivin oksigensisində nə idi? Duz parçalanıb su qalır. Götürüb bunu da parçalayır. Yox. Magnezium və alüminium özünü aktiv kimi aparır. Aktiv deyil ha. Deyirəm ki, düşünüm ki, aktivin oksigenlisidir, natrium xlor 2. Nə baş verir? H2 xlor 2 natrium OH. Elə deyil. Bunda da aktivin oksigensizi kimi aparır magneziumun oksigensizi. Katodda hidrogen, anodda turşu qalığı, məhlulda isə da qələvi demirik buna. Axı bu qələvi deyil. Suda həll olmayan əsasdır. Fərqi yoxdur ha. Alüminium xlorid olsun. H2 xlor 2 alüminium hidroksid. Yəni alüminium xlorid, magnezium xlorid oksigensiz duzudda çöküntü deyil ki. Bunlar qabağımıza çıxanda deyilən natrium xloriddə necə idi? Aktivdə necə idi? Bax, o cürdə eləyirik. Həmçinin oksigenlisi də, bax, magnezium və alüminiumun oksigenlisi də aktivin oksigenlisi kimi gedir. Məsələn, deyək ki, alüminiumun nitratın yazaq. Fərqi yoxdur, natriumunkini yazaq. Natrium deyirəm, magneziumunkini yazaq.
Məhlulda elektroliz eləyəndə orta aktiv deyə, amma maqnezium və alüminiumu əzbər bilin ki, aktiv kimdir? Yəni aktivin oksigenisində necə idi? Bunu əzbərləyəsən axı. Deyirsən duz qalır, yəni alüminium nitratdımı və ya maqnezium nitratdımı qalır, su parçalanır. Hidrogen üstə gəl oksigen. Hər il qəbula, hökmən bütün qəbullar işləyəcək görəsiniz. Hər il qəbula bir dənə elektroliz reaksiyası düşür. Yəni necə elektroliz? Məsələ düşür, deyək ki, deyirəm də. Deyək ki, məsələ verir ki, filan qram qədər, nə bilim, hər neçə qramsa da, bu filan qram qədər natrium xloridin məhlulu elektroliz eləyəndə anodda hansı maddə və neçə litr alınır? Sən birincisi reaksiyanı bilməlisən, yazıb əmsallaşdırmalısan. Murad, sonra dediyin üstünə yazırsan, bu məsəl üçündür ki, anodda neçə mol və ya neçə litr maddə alınır. Bu şey qalan asandır da, qramın altından qram, litrin altından litr. Yəni sən reaksiyanı bilməlisən o deyəndə ki, ondan sonra yazma eləyim. Reaksiyanı bilməsəm necə eləyə bilərəm? Reaksiyaları əzbər, nöqtə və nöqtə soruşacağıq. Və sizin soruşacağınızı da video şəklində çəkib valideynlərinizə atacağım. Çünki o dərsin başa düşüləcək bir şey yoxdur da. Sırf əzbər. Əzbər. Mənə o cümlələr deyəsən, sonra mən yazanda bu şey deməlisən, bax dəmir orta aktivdir. Bu nədir, oksigenlidir yoxsa oksigensiz? Bəli, oksigenlidir. Şərti nədir? Deyəsən orta aktivin oksigenlisində katodda metal və hidrogen. Dediyi yazaq. Metal nədir? Dəmir. Bir də deyirsən hidrogen. Anodu nə alınır? Deyəsən oksigen. Oksigen. Bəs aralıq məhsul nədir? Deyəsən turşu. SO4-sə H2SO4. Məndən bir soruşmasına. Burada SO4 yazıb H2SO4 yazmışam. H2SO4-dür. Yəni bunun turşusu alınır. Aydın oldu nə dedi? Hansı metallar özünü aktivin elektroliz elədiyi kimi eləyir aktiv metallar? Maqnezium və alüminium. Maqnezium və alüminium qabağımıza çıxanda deyilən natrium xloridi ilə natrium sulfatında necə etsə, alüminium və maqneziumun da oksigensi və oksigenisi eyni cürdür. Aydın oldu? İndi bax bizə nə deyir? Bu elektrolizdən başqa düşən suallar. Hansı reaksiyada Murad? Baxıram mən. İndi bax birinci onu deyək. Mənə soruşur ki, katodda nə baş verir, anodda nə baş verir? Yəni, məsələn, cavabda verilir, katodda oksidləşmə, anodda reduksiya, yoxsa katodda əksinə oksidləşmə, anodda reduksiya baş verir. Hansı fikir düzdür? Birincisi əzbərçiliyin deyim, sonra qaydan başa salın. Bax, katodda nə baş verir, anodda nə baş verir? A-nın bir dənə quyruğunu at. Anodda oksidləşmə, deməli, katodda da reduksiya baş verir. Yenə deyirəm, anodda nə baş verir? A, quyruğunu at, oksidləşmə, katodda reduksiya. İndi baxaq da, onları əzbərləmək şərt deyil ki, əsas mənasını başa düşək. Deyirəm, katod nədir, budur mu? Lap deyək ki, sabah bunları yazıza salmalısın, başqa yolu yoxdur. Asandan qoy yazaq. Natrium xloridin, gəl ərintidə elektrolizin yazaq. Katodda metal, anodda turşu qalığı. Deyirəm, natrium müsbət 1-dən 0-a gəlib. Çoxdan aza. Nə idi, bu nə edicidir? Çoxdan aza. Oksidaşdırıcı. Oksidləşdiricinin gəldiyi yer nə olur? Reduksiya olur. Xlor mənfi 1-dən 0-a, azdan çoxa. Reduksiya oksidləşir. Gördünüz? A-O. Anodda oksidləşmə, katodda reduksiya olma. İstəniləndə A katoduna gəl, deyirəm, müsbət 2-dən 0-a gəl. Çoxdan az oksidləşdirici reduksiya olunma. Yəni, deyər, katodda nə prosesi baş verir? Katodda reduksiya olunma, anodda oksidləşmə. Yaddan çıxdı, bir dənəsini yazın, görüb üstündə biləsiniz. İndi, mənə deyir ki, bu reaksiyalardan hansında su reduksiya olunur, hansında su oksidləşir. Su deyir, başqa bir şey demir. Mən də deyirəm ki, məsəl üçün, deyək ki, buna baxım da, burada suda nə baş verir? Su, bu birlərə baxma. Deyirəm, hidrogen müsbət 1-dir, 0-a gəldi. Çoxdan aza oksidləşdirici reduksiya olunurmu? Oksigen mənfi 2-də, elə mənfi 2-də qaldı. Deməli, bir sözlə burada su oksidləşdirici, yəni burada su reduksiya olunur. Birinci reaksiyada su reduksiya olunur. Aydın oldu. Gələk buna. Burada su nə olur? Bax, suyu yumurlayıram. Deyirəm, hidrogen çoxdan aza oksidləşdiricidir mi? Reduksiya olunur. Oksigen azdan çoxa reduksiya edicidir mi? Oksidləşir. Belə çıxır ki, su həm oksidləşir, həm də reduksiya olunur. Çatdı nə dediyim? Və yaxud buna baxaq, hansı qaldı? Məsələn, fərqli bir. Məsələn, burada su nə olunur? Bax, su heç dəyişmir axı. Su dəyişmir. Nə oksidləşmir, nə də reduksiya olunmur. Və yaxud buna baxaq. Burada su nə olunur? Deyirəm, hidrogen müsbət 1-dir, hidrogen heç dəyişmir, mələk. Oksigen mənfi 2-dir. Oksigen 0-a gəlib, azdan çoxa reduksiya edicidir, yəni oksidləşir. Mənə deyir, aşağıdakı duzların hansı məhlulda elektroliz zamanı
Su oksidləşir. Su oksidləşir o deməkdir ki, yəni reduks edicidir də, suda azdan çoxa gəlmə bir proses olsun. Mən də reaksiyanı yazmalıyam ki, görüm hə azdan çoxa gəlsin. Telefon qoy stolun üstünə. Sənin fikrin telefondadır. Çatdı nə dedi? Bura qədər aydın olmayan nəsə qalmadı. İndi mənə verilir ki, bax elektrolizdə yenə deyirəm, əzbərləyəcəyiniz bir bunlardır. 5-6 cümləni əzbərmələyik. Allah aklımadır. Olsun da telefonu bakı söndür, üzün çevir o yüzden. Bir ders geçir yaxın. Bu belə. Sonra. İndi məsələn mənə nə verilir? Metallar verilir. Bura fikir verin. Deyək ki, natrium müsbət, birini aktiv yazaq, birini orta aktivdən yazaq, birini passivdən yazaq. Mənə deyir ki, bunlar məhlulda telefonu ver mənə. Yo, Allah mesaj yazır. Bu səsin aldı bir dərsə mane olur Yaxşı. axı. Elə şey olur, sən dəqiqə başı gah yazırsan, gah dərsdən kənar qalırsan. Bax, metallar verilir bizə. Deyir, bu katodda. Katodda biz bilirik, oksidaşma gedir, yoxsa reduksiya olunma? Reduks olunma. Reduksiya olunma. Deyir, bu metallar katodda hansı ardıcıllıqla reduksiya olunur? Yəni, birinci hansı reduksiya olunur? Cümləni belə yadda saxlayın. Zəif metal iyonu daha asan reduksiya olunur. Yəni, ən tez reduksiya olunur. İçlərində zəif hansıdır? Elə ki, buna 1 yazın, buna 2, buna 3. Hansıdır ən zəif? 3. Deməli, birinci bu 3 reduksiya olunacaq. Sonra 2 sonra 1. 2, sonra 1. Ən zəif metal iyonu daha asan reduksiya olunur. Onu da hardan bilirəm? Dövrü qanunda keçmişik. Güclü metallar nə edicidir? Reduks edici. Güclü metallar reduks edici. Ümumiyyətlə metal atomları yalnız reduksiya edicilərdir. Güclü metal iyonları, güclü reduksiya edicilərdə. Yəni güclü metal güclü reduksiya edicidirsə, onda zəif oksidləşir. Güclü metal zəif oksidləşir. Əgər zəif metal onda oksidləşiriciyə yaxındırsa, daha tez reduksiya olunur da. Qısası heç düşünmədən də deyə bilərsiniz ki, solda düz otur. Düşünmədən deyə bilərsiniz ki, zəif metal veriləndə ki, hansı metallar hansı ardıcıllıqla reduksiya olunur? Zəif metal iyonu ən birinci, ən asan reduksiya olunur. Və yaxud verilir ki, bax, flor verilir, xlor verilir, brom verilir, yod verilir. Bunlar, mən anodda nə olunma gedir dedik? Anodda Oksidləşmə. oksidləşmə. Anodda bundan hansı daha tez oksidləşər? Yenə də zəif qeyri-metal. Metallar veriləndə ki, katodda hansı daha tez reduksiya olunan? Zəif metal katodda tez reduksiya olunur, asan reduksiya olunur. Bunlarda da zəif qeyri-metal tez oksidləşir. Zəif qeyri-metal əlbəttə ki, yoxdur da. Bu 1 olsa, bu 2 olsa, bu 3 olsa, bu 4 olsa, deyirəm 4, sonra gəlir 3, sonra 2, sonra 1. Niyə görə? Bax, hansı daha tez oksidləşir? Flor güclü nə edicidir? Oksidləşdirici. Oksidləşdirici. C. Bu reduksiya deməkdir də. Bu güclü oksidləşdiricidir. Yəni güclü reduksiya olunan deməkdir. Mən deyirəm güclü reduksiya olunan demirəm ki, güclü oksidləşən hansıdır? Güclü reduksiya edici. Flor, xlor, brom, yod aşağı gələndə aşağıdakı güclü reduksiya edicidir. Yəni daha yaxşı oksidləşir. Ya da əzbərləmədən deyin ki, metallar veriləndə ki, katodda hansı daha tez reduksiya olunan? Zəif metal. Qeyri-metallar veriləndə ki, anodda hansı daha tez oksidləşər? Yenə zəif qeyri-metal. Orada da zəif metal idi, burada da zəif qeyri-metal. Zəif qeyri-metal da əlbəttə yod zəif qeyri-metaldır. Bildiniz nə dedi? Elektroliz dərsində əgər bunları bilsəz, bütün testləri, bir dənə elə bir şey yoxdur ki, mən deməyim. Bütün testləri eləmək mümkündür. Əzbərçi. Dərsi əzbər, gələn də mən mamalarınıza videonuzu, asobu çəkib atacağım, valla atağıza da. Mən niyə vaxt istəmədim? Mən